Salam, növbəti riyaziyyat dərsində xoş gördük. Bugünkü dərsimiz bərabər kəsirlərdir. Bərabər kəsirləri dairənin bərabər hissələri kimi modelləşdirək. Məsəl üçün, bizə bir dairə verilmişdir. Biz onu iki hissəyə bölsək, yuxarı hissə bizdə 2də 1 hissə olur, aşağı hissədə digər 2də 1 hissə olur. Yəni, biz dairəni yarıya bölmüş olduq. İndi, növbəti bir dairədə həmin hissələr isə yenidən 2 yerə bölək. Deməli, burada biz dairəni 2 yerə böldük, yuxarıda və aşağıda 2də 1 hissələr aldık. İkinci dairədə isə 4 yerə böldüyümüz üçün hər bir hissəyə 4də 1 hissə adlanır. Üçüncü bir hala da baxaq və bu halda biz dairəni 8 bərabər hissəyə bölək. 8 hissəyə böldükdə hər bir hissəyə 8də 1 hissə düşür. Bərabər hissələrə diqqət yetirək. Birinci şəkildə dairə tam yarıya bölündü. Yuxarı hissə, işarə etdiyimiz hissə 2də 1 hissə oldu. İkinci şəkilə diqqət yetirsək, həmin hissə 2 dənə 4də 1-lik hissələrdən ibarətdir. Yəni 2də 1 hissəsi 2 dənə 4də 1-lik hissələrin cəmindən ibarətdir. Üçüncü şəkilə diqqət yetirsək isə, baxırıq ki, biz 2də 1-i 4 dənə 8də 1-lik hissələrin cəmi kimi də göstərə bilərik. Kəsir kartı daha çox sayda bərabər kəsirləri göstərmək və müqayisə etmək üçün əlverişli vasitədir. Verilən kəsir kartına görə bütövi, yəni vahidi ifadə edən bərabər kəsirləri yazaq. Baxırıq ki, 2də 1-lik kəsir kartı mavi rənglə verilmişdir və bu kəsir kartına bərabər olan hissələri qeyd eləmək istəsək, cədvəl üzrə baxırıq ki, 2də 1-ə bərabər olanlar burada 2 dənə 4də 1-lik kart var, 3 dənə 6da 1-lik, 4 dənə 8də 1-lik və 6 dənə 12də 1-lik. Yəni, biz yaza bilərik ki, 2də 1-ə bərabərdir, 2 dənə 4də 1-lik kartın cəmi. Hissə olaraq da həqiqətən də görünür ki, bu mavi hissə 2 dənə yaşıl hissənin cəmindən ibarətdir. Və yaxud da biz 2də 1-lik hissəni 3 dənə 6da 1-lik kart şəklində yaza bilərik. Digər bir halda 8də 1-lik kartlar kimi göstərsək 4 dənə, bənövşəyi kartları göstərsək 6 dənə 12də 1-lik kart şəklində bərabər şəkildə göstərə bilərik. Kəsirin əsas xassəsi. Kəsirin surət və məxrəcini eyni natural ədədə vurmaqla və ya bölməklə ona bərabər kəsirlər yazmaq olar. 4də 3 kəsirinin surət və məxrəcini eyni ədədə vurmaqla ona bərabər kəsir yazaq. Məsəl üçün, surətini məxrəcini 5-ə vurmaqla biz ona bərabər kəsir ala bilərik. Həm surətini, həm məxrəcini eyni ədədə vururuq. Alınan kəsirimiz 20-də 15 kəsiridir. 4də 3 kəsiri 20-də 15 kəsirinə bərabərdir. 75-də 35 kəsirinə baxaq. Gəlin indi bölməklə edək. Surəti də, məxrəci də eyni bir ədədə bölməklə. Surəti də 5-ə bölək, məxrəci də 5-ə bölək. Alınır 15-də 7. Demək ki, 75-də 35 kəsiri 15-də 7 kəsirinə bərabər. Xanaların içinə elə ədəd yazın ki, doğru bərabərlik alınsın. Əgər fikir verək ki, 36 məxrəci 72 olubdur. Yəni, bunlar bərabər olub. 36-dan 72 necə almaq olar? 2-yə vurmaqla. Kəsirin əsas xassəsində deyildiyinə görə kəsirin surət və məxrəcini eyni ədədə vurmaqla ona bərabər kəsir ala bilərik. İndi biz məxrəci 2-yə vurulduğunu görürük. Demək ki, surətini də 2-yə vurub surətə yazmalıyıq. 36-da 7 bərabərdir 72-də 14. Baxırıq ki, 28 surətdir və 7 olubdur. Nə edilibdir? 4-ə bölünübdür. 28-i 4-ə böldükdə 7 alına bilir. Biz surətini hansı ədədə böldüksə, məxrəcini də həmin ədədə bölməliyik və alırıq onda 7. Diqqətinizə görə sağ olun.